Kanalımızda vlog Qaxla başlayır. Hamınızı salamlayıram. Qaxa bir toya gəlmişik. Çox yaxınımızın dəvətidir. Və hər dəfə gəlmək üçün bir əlavə bir səbəbdir. Bu dəfə Qaxa əzizim anamızı da gətirmişəm. İlk dəfə Qaxdadır. Sonra Qaxdan Zaqatalaya davam edəcəyik. Və gəlmişkən hələ toyumuz sabahdır. Biraz Qaxı gəzək dedim. Anaya göstərim. Mən olmuşam. Ana heç vaxt olmayıb. Qaxı çox sevirəm, sakitdir, özünə məxsus bir havası var, dəli dolu deyil. Məsəl üçün Zaqatalaya gedəndə Zaqatalada şəhər əməli qaynayır. Burada isə özünə məxsus bir havası var, parkları var, parklardan insan səsləri gəlir, oyunların səsi gəlir, hamı oturub dincəlir. Planımda quma getməkdir, anaya qumu göstərmək istəyirəm. Oradan Ləkitə və İlüsuya gedib tamamlamaqdır. Ümid edirəm ki, Qaxı bəyənəcək. Axırda, vizyon axırında bir fikrini alacağım ki, necə oldu, Qaxı bəyəndin, bəyənmədin. Çünki hökumət qadının fikri çox önəmlidir. Amma gecə qatarını bəyənib. Uzun müddət idi ki, özünə soruşaq. Möhtəşəm idi. İlk dəfə gecə qatarına hara getmirsən? Uzun illər əvvəlində. Bakun Araşın, Meğriyə. Meğriyə. Biz də gedərik inşallah, Zəngəzura. Sonra getmişik Səbrabada toya. Aha. Siz də hətta getmişsiniz. Mən yadıma gəlmir. Amma ortada mən getmişəm Çexoslovakiyaya 81-ci ildə. Nə gözəl. Buradan Çexoslovakiyaya. Deməli 2 gün yarım Bakı, Kiyev. Aha. Və bir gecə Kiyev, Praga. Çox unikaldır. Həyatımda birinci dəfə 2 nəfəri kupeni onda görmüşdüm özəlliyində və bu gecə yəni ki, həqiqətən çox gözəl, rahat. Deməli, görün nə qədər dəyişiklik var deməli, artıq qatarlarımızda mənim vaxtımdan. Kupedə kondisioner işləyir, xidmət möhtəşəm və təkcə deməli, bələdçi deyil, bələdçinin düz 2 köməkçisi var. Çox unikaldır, həqiqətən, sözün əsl mənasında. Mən buradan dəmir yoluna öz təşəkkürümü bildirirəm ki, nəhayət mən uzaq məsafəni getmək istəyəndə can rahatlığı ilə həm sənin maşının narahat edirdi. Həqiqətən də. Bu arada xüsusi elan çatdırım ki, iyun ayın 15-dən etibarən qatarlar artıq Qazaxa kimi gedir. Bakı Akstafa sürətli qatarı artıq Akstafada düşməyəcək, ta Qazaxa kimi düşəcək. Bu isə irəliyə çox gözəl bir müjdəli xəbərlərə müjdədir əslində. Çünki Qazaxa bugün qatar uzanırsa, deməli sonradan artıq Tiflisə kimi uzanacaq və inşallah o çox möhtəşəm layihə Bakı Tiflis Qars İstanbul layihəsini də görmüş olacağıq. Tək salamatlıq olsun, coğrafiya yenə qarışır, bölgədə yenə aləm qarışır bir-birinə. Bütün bu şeylərin özəyində hər şey salamat olması vacibdir. Qalan hər şey düzələcək. Qax vloguna xoş gəldiniz. Keçən dəfə Qaxda çox gözəl bir yer gördüm. Buranı çox gözəl düşünüblər. Şərq bazarı, bəzən də İçəri bazar adlanır. Tarixi bir bazarın görüntüsünü bərpa ediblər və burada divarda köhnə şəkilləri qoyublar. Köhnədən necə olub, indisə necədir. Çox qəşəngdir, çox şəkərdir. İndi bilmirəm, yenə bugün cümə günüdür. Keçən həftə içi gəlmişdim. Bir qədər sakitçiydi. Lakin şənbə bazarıdır ki, burada adamlar çox olur. İnsanlar gəzintiyə çıxırlar. Qoyun köhnə şəkillərdən başlayım, göstərdim. Qaxa gəlsəniz, mütləq bura gəlin. Tarixi belə İçəri bazar məhəlləsi olub, küçəsi olub, evləri ilə birlikdə. Və hazırda burada belə yenilənmədən sonra insanların ixtiyarına veriblər. İçəridə hətta bir yerdə amfiteatr da var. Orada açıq hava səma altında tamaşalar falan keçirdirlər. Çox gözəldir. Sən niyə indiyə kimi Qaxda olmamısan? Mən niyə indiyə qədər də Qaxda olmamışam? Evin kişisine sual verdin ha? Çox fərqlidir. Qəşəng maraqlıdır. Sən Şəkidə olmuşsan. Mən Şəkidə olmuşam. Və həmişə Şəkidən o yana o yolda şeylər var, bütün göstəricidir, Oğuz, Balakən. İnşallah qalx Şəkiyə gedərik. Və mən həmişə deyirdim ki, nə vaxtsa gələrik. Amma o maşının vaxt tutumu nəzərə alanda məsafəni
sonra məndə biraz panik atak vardı. Biraz sürəti qaldıranda. Amma yenə qayıtdıq qatara və uzun məsafə maşınla gəlməkdənsə, yəni mən bundan sonra iradə mənə nə vaxt təklif eləsə, qaxa gəlməyə, Zaqatalıya, Oğuza mən canla başla. Bugün çocuk da Oğuz deyirsən ha, ürəyi yaman Oğuz gəlib. Görmək istəyirəm də. Əvvəla orada indi hal-hazırda sərindir. Burada da sərindir. Burada gün Çox ortasında bir gözəl qəşəng sərin havadır. olacaq. Hər yerdə Yəni, əsir qəşəng. İnanılmaz bir yaşıllıq var, inanılmaz bir ağaclar var və mən nəyə fikir verdim ki, hər evin qabağında güllər əkiblər. Mən bilmirəm Çiçəklər çox bu qəşəngdir. icra başçısı eləyir yoxsa insanlar Yox, özləri. məncə insanların özlərindən çox şanslıdır. Çox səliqə Fərdi təşəbbüs çox önəmlidir. Biz də gedirik indi buranın başında, yuxarısında bir kofe yeri var. Hə. Bu Dədə Baba bu şərq üsuludur da. Şərq şəhərlərində belə nehirlər, kanallar olmalıdır. Yadındadır mən sənə deyirdim ki, Orta Asiyada belə arxlar var. Hə, var. Yağış yağanda artıq su arxa gedir və axarı var. Bakı şəhərində problem nömrə 1 və bu arxlar Olsa tuneldə heç kim qalıb. Bəli. Bakının dərdi var, Bakı xəstədir. Şehirdə deyilən kimi. Gedək yaxadı. Çox gözəldir burada. Buranın belə sakitliyi. Yuxarıda bir kofe yeri var. Keçən dəfə oranın çox dadlı şirniyyatlar da var. İndi dadına baxarsan bir degustasiya eləyərik, görək o. Quşların səsinə. Quşların səsi gözəldir. Deməli, kiminsə evinə gedəndə, kimin evində körpə varsa, böyüklər söhbət eləyəndə o körpə düşür əl-ayağa, imkan vermir söhbət eləmək. İndi sən quşlar da elədin. İndi bəğlə mən səninlə söhbət eləyirəm. Quşlar deyir ki, ay xanım, sən danışma bizə olan yerdə. Bəli. Quşların səsi bilirsiniz nədir? Deyir, quşların səsindən zövq al. Gəl. Mənə elə gəlir ki, bizim bu filmimizdən sonra anacığım, Bəli. rayonların turizm idarələri bizi deyəcək, gəlin bölgəmizi ikiniz birlikdə tanıdın. Burada nə var ki, Məsələn. gecə minirlər qatara, səhər çatırlar məkana. Oha, necə bərk gəlir. O şəhəri qəşəngcə Gənabol Gənə bu. gəzirlər. Axşam da gecə yenə qatara minirlər, qayıdırlar evə. İndi oteldə qalmaq istəməsəniz, amma bir digər məsələ var ki, qatar bir qədər tez gəlir çatır və siz ya bir otellə danışa bilərsiniz. Məsələn, burada Baxda digər otellər də var, tək El Resort deyil, başqa otellər də var. Birinlə danışa bilərsiniz, 2-3 saatlıq dincələ bilərsiniz. Ondan sonra daha az qiymətli əlbəttə ki. Ondan sonra elə axşam reysində geri qayıda bilərsiniz. Bir günə və maksimum 2 günə əslində qalxın kəndlərini salsaz proqrama. Bir günə qalxı gəzmək mümkün deyil, amma 2 gün sizə kifayət eləyə bilər. Yox, əgər dağda, kənddə eviniz varsa, nə xoş halınıza, onda daha gözəl bir gündə əlavə qala bilərsiniz. Gələ-gələ deməli belə bir yer gördük. Alvin's Coffee and Snacks çox yaxşıdır, belə maraqlı coffee station kimi hazırlayıblar. Biz də yola birinə americano alıb içəcəyik. Qardaşımız hazırlayır. Sonra yolumuz Qumadır. Oldu, çox sağ olun. Siz sağ olun. İçdin, dadına baxdın. İstədi amma içəcəksən. İç, özü amerikanı öyrəşdir. Amerikanın metabolizmə çox yaxşı təsiri var. Amma orada da deyinə ki, təsirini danışıram. arıqlamağa kömək eləyir. Bəli. Amma axşam saat 6-ya gedir. Axşamdan sonra kofe içmirlər. Çox sağ olun, ruzunuz bol olsun. Qaxda çox sevdiyim bir abidə var. Qum bazilikasıdır. 4-6-cı əsrlərin Alban məbədidir. Lakin genişliyinə və memari xüsusiyyətlərinə görə buna bazilika deyiblər. Bugün bu abidə bir qədər dağınıq vəziyyətdə olsa da, burada olanlar və bura gələnlər sadəcə buranın içərisində olan o enerjini hiss edə bilərlər. Ciddən də bu enerjini mən bir Gədəbəyin Alban abidələrində alıram. Bir Qaxın Ləkitində 7 kilsə monastırı var, orada alıram. Bir də burada o inanılmaz bir gözəllik, inanılmaz bir güc var. Mən çox istəyərəm ki, bizim şimal torpaqlarımızdakı Alban abidələrimiz Zaqatalada, Balakəndə, Qaxda bunlar bir qaydaya salınsın.
Çünki bu bir dəyərdir, bu bizim tariximizdir və bu bir gözəllikdir. Və burada olanlar, burada 5 dəqiqə dayansan, bir 10 dəqiqə dayansan, səssizlikdə olsan, kənardan da bir çay axır. Burada hansı bir gözəlliyin olduğunun fərqinə vara bilərsən. Bu bizim tariximizdir. Qaxda olsanız, Qaxda rahat şəkildə reklam deyil, Bolt işləyir və Qaxın mərkəzindən buraya 3 manata gəldim. Çox rahat şəkildə taksi ilə hərəkət edə bilərsiniz. İndi maşını saxlatdırdıq ki, bizə Ləkidə də aparsın. Amma siz də özünüz çox rahat şəkildə tur belə olmadan vətəni tək bir şəkildə özünüz kəşf edə bilərsiniz. Vətən çox gözəldir, vətənimiz çox gözəldir. Burada hər xristian dəyərlərimiz var. Keçmişin xristianlığa qədər zərdüştlüyün dəyərləri var. Ay ilahəsinə inancın dəyərləri var və bütün bu Azərbaycanda o qədər inanclar bir-birinə qarışıb ki, bu da istər-istəməz bizim vətənindəki bu sakral, necə deyirlər, bir ruhi bağı, ruhi bir dərinliyi çox dərinidir. Heç bir şey elə belədən boşuna olmur və mən vətənin bu hissəsinə, vətənin bu duyğusallığına, bu ürəyinə, hər şeyə qucaq açmasına çox sevirəm. Qax çox gözəldir. Bu səfərin mənim üçün də xüsusi bir əhəmiyyəti ondadır ki, ana mənlədir. Ana 2016-cı ildən bəri mən vətəni gəzəndə və evi buraxıb gedəndə ana çox deyinirdi. Ana duyğusuydu. Hər zaman küsürdü, gəlirdim, həftələrlə mənlə danışmırdı. Həyatımın, səyyə həyatımın belə bir mənəvi çətin tərəfi də olub və heç kim bunu görmürdü. Hər kəs elə bildi ki, asan şəkildə olur hər şey, amma bizim ana ilə münasibətimiz atanı itirəndən sonra sırf mənim bu səfərlərə gedib itkinin ağırlığını unutmaq baxımından səfərlərə çıxırdım. Səfərlər zamanı Azərbaycan mənim yarama mərhəm çəkirdi, amma bir tərəfdən də ana məndən inciyirdi hər zaman. Amma bugün mən çox xoşbəxtəm ki, ana yanımdadır və həm özü Azərbaycanı tanıyır, abidələrini tanıyır, getmədiyi yerləri tanıyır. Həm də mən bu vətənə niyə aşiqəm, ən azından onun cavabını tapmış olacaq. Gəlib İlisuya çıxdıq. Ləkiti ixtisara saldım. Çünki düşündüm ki, ananın gücünə ləkit biraz onun üçün ağır ola bilər. Elə doğru qərar verdik. İlisu çox gözəldir. Hazırda bir qədər mehdi əsir. Rahat, gözəl bir təsir bağışlayır. Sağ tərəfimizdən də Ağçay axır. Buraları çox sevirəm. İlisu bizim tarixi, İlisu Sultanlığının bugünkü varisidir, belə deyək. Və çox maraqlı buranın bir xatirəsi var əslində. Miras İctimai Birliyinə üzv olduqdan sonra ki, mənim bu elmi, səyahət həyatım Miras İctimai Birliyindən heç də ayrı deyil. Ata o vaxtı çox əsəbləşirdi. Artıq yavaş-yavaş mən başladım sərgilərə getməyə, konferanslara getməyə. Ata dedi ki, mirasa qalsın bu miras. Yazıq. Amma sonra bir gün tanış elədim hamısına, gördü ki, uşaq-muşaq deyil əslində, hamısı alimlərdir, etnoqraflardır. Ondan sonra sakitləşdi, rahat oldum. Və mənim ilk 2 günlük evdən kənar bir turum məhz Miras İctimai Birliyinin o dəyərli üzvlərlə birlikdə bura olmuşdu, Qax İlisuya olmuşdu. Uluda qalmışdıq və İlisuda artıq turizm infrastrukturu qurulan vaxtı demək olar ki, digər yerlərdə hələ heç nə qurulmamışdı. İlisu biraz pioner sayıla bilir. Bugün özündə belə o rahatlığını, gözəlliyini qoruyub saxlayır, özünə məxsus bir havasını qoruyub saxlayır və İlisuya gəldikdə burada İlisu Dövlət Qoruğunun içərisində təbii hamamlar var. Mən ona 2019-cu ildə getmişdik. Dəyərli Azərçin müəllim. Bugün indi onunla görüşməyə gedirəm. Ana ilə birlikdə istəyirəm tanış olsun. Azərçin müəllim Azərbaycanın çox dəyərli təbiət sevəridir. Və o vaxt o bizə İlisu Dövlət Qoruğunda Sarıbaşdakı Çanaxur yaylağından sonra oraya qədər bizə rəhbərlik etmişdi. Çox möhtəşəm. Mən ilk dəfə onda gördüm ki, deməsən meşənin içində necə bizim təbii sularımız, təbii hamamlarımız var. Gedib çıxmaq icazəlidir. İcazəli deyəndə yəni bildirməlisən və bir yerdən sonra artıq piyada gedirsən. Dərin hissələr də var, amma
həmin o müalicəvi radondralı sular həm meşə içində, qoruğun içində var. Eyni zamanda da Ulu İstirahət Mərkəzində deyəsən, həmin radondra hamamlarını müalicəvi olaraq məqsədi ilə də buraxıblar, hazırlayıblar, tikiblər. Ona görə bu meşələrin, Böyük Qafqazın, buralar Böyük Qafqazdır, bu meşələrin, bu suların, bu təbiətin çox əvəzsiz bir dəyəri var. Mən hər zaman deyirəm ki, biz o gün Veridə idik və Verinin uca yaylaqlarında hər bitkinin bir təsirini qeyd edədilər ki, bu bitki bu üçündür, bu bitki bunun üçündür. Başa düşürsən ki, təbiətdə insanın sağ qalması üçün əslində hər bir şəraiti Allah Taala yaradıb. Heç nə səbəbsiz deyil. Bir ağac belə çıxıbsa, onun belə səbəbi var. Bizim xeyrimizədir. Azərbaycan təbiəti ümumiyyətlə mineral sularla çox zəngindir. Naxçıvan dolub daşır mineral sularla, müalicəvi sularla. Orada naftalanımızda müalicəvi neft yağı var. Ona görə vətənimizin qədrini bilməliyik və yalnız gəldiyimizdə çay içmək, yemək yemək deyil, biraz da gəzmək lazımdır. Oturduğumuz ağacın, altında oturduğumuz ağacın belə hansısa bir əhəmiyyəti var ki, biz bilə bilmirik, amma onu da bir öyrənmək lazımdır. Buralar çox gözəldir və təkrar burada olmaqdan məmnunam, belə deyək. Qaxa gəldiyinizdə İlyusaya mütləq gəlin, Qum kəndinə mütləq gedin, Oncalıda Yunus Əmrəni ziyarət edin. Keçən vlogların birində onu ziyarət etmişdim və Ləkit kəndinə. Ləkitə getdikdə yalnız Mamırlı şəlaləni ziyarət etməyin, Mamırlı şəlalənin yanında yalnız çay içməyin, Yeddi-Kilsə monastırına da gedin və Dairəvi Alban məbədini də ziyarət edin. Ey, Çuku. Adı nədir bunun? Leyla. Bunun adı nədir? Nə? Qara? Qara. Şəkil xoşdamır? Deyək söz. Biz İlisudayıq və burada Azərçin müəllimin qonağıyıq. Çox maraqlıdır ki, keçən dəfə Göygöldə Fuad müəllimlə Azərçin müəllim haqqında danışırdıq və onda heç hələ yol olacaq deyə görüb bilmirdim. Yol gələcək, görsənəcək və bugün artıq buradayıq. Birazdan aşağıda çay qırağına yəqin ki düşərik, düşməsək də elə burada gözəl evlərində biraz söhbət eləyərik. Təbiətdən, qoruqdan, parkdan, ağaclardan, hər şeydən. Hazırda yemək vaxtıdır, yeməyə oturublar. Qaxa yeməyi də sürhüllüdür. Azərçin müəllim, siz daha yaxşı bilərsiniz də, bizə izah edə bilərsiniz. Bu balaca. Buna burada dolma deyirlər. Hə, qaxa cətlinin dolmasıdır. Aha. İçinə vur da deyirlər onu. Bu əsasən belə bizim şimal bölgəsinə xas bir mətbəxdir. Deməli, quru ətin və yaxud qaxa cətlinin sürhüllüsü deyirlər buna. Oktyabr, noyabr aylarında əsasən bu qurudulur. Həm şaxta, həm günəşlə. Deyək ki, qoçdur və yaxud da ki, keçi ətidir. O cümlədən cavan mal əti də, dana ətindən də bunu edirlər və duzla, günəşlə, şaxta ilə bu quruyur. Quru ətin dolmasına isə, qaxa cətlinin dolmasına isə müxtəlif ədviyyatlar vurulur. O cümlədən duz, yəni farş ətini doldururlar bağırsağa və onu da asırlar günəşdə, şaxtada quruyur. Əsasən qış soyuq ayların yeməyidir, amma biz qonaqlarımızın əksəriyyətidir ki, biz yayda gələcək, bizə biraz ət satın. Belə olub biz də məcburuq saxlamağa. Daha çox soyuq aylarda yeyilir. Bəli. Keçmişdə, misal üçün bugünkü kimi sveci ət tapmaq, yəni təzə ət tapmaq biraz müşkül olub. Malqara hamısı yaylağa, qışlağa gedib, evdə də birbaş sağma heyvan saxlayıblar, yəni ot tədarükü. Vaxtında maşının, yəni texnika olmayan vaxtı birbaş mal saxlayıblar evdə, o da süddən ötürü deyək ki. Amma bəs qışa azüqəyə nə etməlidirlər? Kəsirlər, əti qurudurdular. Elə qonaq gələn kimi tez bazar o əti basırsan, elə xamır hazır olana qədər ət də pişib hazır olur. Əslində hər bir mətbəximizin, qidamızın, yeməyimizin bir fəlsəfəsi var, bir tarixi var. Nuş olsun, yiyin. Əllərinizə sağlıq. Mən mütləq qaydada onu bu ilə yeyirsiniz də, qırmızının içine nə qatdınız? Bayaq sarımsaq qatdınız, gördün. Əsas deməli bu yeməyə dad verən sarımsaqdır və
turşulardan zoğal turşusu, alça turşusu, nar turşusu ola bilər, bir də turş gilas. Turş gilas. Bunlar mütləqdir ki, bu yeməyin tam dadını alsın. Turş olsun. Mama ilk dəfə də dadına baxırsan, necədir? Düzün deyim. Fərqli gələcək. Sənin ağız tamını yeməyi deyil bilirəm. Bu çox xoşuma gəldi. Dolma. İçinabur. Düzdür deyim. Bəli, içinə var. İçinabur çox xoşuma gəldi. Qaxaçat xoşuma gəlməyəcək. Yox. Qaxac ətli pis deyil, amma məndən olsa, mən bu xəmiri bu ətin suyunda bişirməzdim. Aha. Məndən olsa. Ayrı pişib. Ətin suyu Ətin suyu üstünə tökülür. Suyunu sonradan tök. Ay sağ ol. Bax mən onu eləmərəm. Yox, Deməli hə. gələn səfər sizə gələndə Allah qoysa. Mən bundan da istəyərəm ki, mənə bişirəsiz. Bu xəmiri də acilin suda bişmiş halda deməli məni qonaq eləyəsiz. Bir də İradə, mənim bu xoşuma gəldi, dağ kəvəri. Deməli döyməci mən bilirəm, qəvalını mən bilirəm, amma Azərçin bəy bu Leyla, bu unikal bir şeydir. Dağ kəvərin turşusu. Nə perpetyon kimi perpetyondur, nə kəvər kimi kəvərdir. Rus dilində buna çirimşa deyirlər və belə deyim, ləzgilər bundan gözəl qutab eləyirlər. Bolluca. Dün bunun turşusunu yedim, möhtəşəm, həqiqətən də. Yemək qutarsın, biz sonra qəşəng çay süfrəsi arxasında söhbət edəcəyik. Balası da burada. Kuşun içindəydilər hamısı. Bunların adı nədir Azərçin müəllim? Meşə arı quşları. Bu səs çıxardan bu quşlardır. Hə. Azərçin bəy, bizim quş var, biz o nə quşu deyilir. Güvərçin oxşuyur, belə uçur, amma Qara. Ey Qara. Hara gedirsən Qara? Allah. Azərçin müəllim, qəşəng qax yeməyi yedik. Mən yemədim, düzdür, hamı yedi. Düşdük çaya, atda gəzdik, Sultanı xatırladım. Sultan kimdir? Kitabı oxuyanlar biləcək, düzdür? Çanaxur yaylağı mənim həyatda Çox sağ olun. getdiyim ən gözəl marşrutlardan biridir. Bugünə qədər 2019-da siz bizi ora aparmışdınız. Mən oranın o gözəlliyini heç vaxt unutmuram. Amma siz bizdən daha çox gəzmisiniz. Çanaxur qədər gözəl haraları tövsiyə eləyə bilərsiniz və yaxud irəli illərə bizi hara apara bilərsiniz ekoturizm marşrutu kimi. Siz bu dağları çox görmüsünüz də. Çanaxur yaylağı rayonumuzun bəli, füsunkar yaylaqlarından biridir, amma tək o deyil. Yəni demək olar ki, o yüksəklikdə ilin həmin fəslində hər yeri də gözəl olur, gülüzar olur, gülçəyə açıq çox. İyun ayı. Hə, ilin əvvəlidir, bəli. Sultan atı xatırladınız, hər canlının deyək də, hər daşın, hər bir məkanın bir tarixi olan kimi Sultan atında bir tarixi var idi. Bəli, siz də oynan yaddaşınızda qalıb çox sevindim. Artıq Sultan atı yoxdur dediyiniz kimi. Ay. Olum olan yerdə ölüm də olur. O cümlədən bizim bizi o yürüşdə bizdən gedən orada bir maksimiz var idi. İtimiz. İndi eşitdim. O da artıq yoxdur, amma onun balaları var burada. Qara onun balasıdır. Qara da, Cuna da onun balalarıdır. Ay. Hər ikisi. Mən təbiətə gedəndə məni müşahidə edirlər. Hər hansı bir səsdə, hər hansı bir əslində mənə mane olurlar. Mən təbiətə daha çox tədqiq eləməyə gedirəm, axtarışa gedirəm və amma həyandılar və çox vaxtda tək-tək aparıram onları. Bir gün qismət olar inşallah. Yəni onsuz da bizim niyyətimiz İlsu Dövlət Təbiət Qorumu bazasında Milli Parkın yaradılmasıydı ki, buna artıq demək olar ki, nail olmuşuq. Nə Öz gözəl. tərəfindən turizm industriyası inkişaf edən bir məkanda İlsuda hər yeri qoruq kimi bağlamaq düzgün də deyil, doğru da deyil. Müxtəlif təbiət abidələri var ki, ora ekoloji marşrutlar, yəni turist marşrutları eləmək olar ki, insanlarımız getsinlər təbiətdə olan bir gözəllikləri görsünlər. Hamamlar düşəcək o Milli Park Və ərazisində. İlsu Nə gözəl. termal bulaqlarını da nəinki Milli Parkın ərazisinə, yəni orada turizmə, o cümlədən biz oraları bərpa eləmək fikrindəyik. Yenidən bərpa eləyib ki, infrastrukturu yaratmaq İnşallah. niyyətindəyik ki, inşallah belə niyyətli olan insanların da yəni dəstəyinə ehtiyac olacaqdır və necə ki bizdən əvvəlki nəsillər 100 il qabağa bu
termal bulaqları, yəni hamam adlandırırlar, dağ hamamı deyirlər. Oraları belə formaya salıblar, tikiblər, qurublar, yaradıblar. Biz də istəyirik ki, oranın turizmi mövsümü olmasın, yay üçün olmasın, il boyu olsun. Yəni yolu, izi, bütün lazım olan sanitar qovşaqları, məişət tullantılarının daşınması, hər şeyin yəni təmin olunmasını Milli Park həm öz üzərinə götürəcəkdir inşallah. Tək oranı yox. Qax rayonları arasında olan digər yerlər də var. Kəmsil qoruq deyil idi. Yəni plansız şəkildə, strategiyasız, standartlar tətbiq olunmayan şəkildə yox. İstəyir Randama şəlaləsi, Ünşü şəlaləsinin özü olsun, Qalaça, Cinli qala, Mamırlı şəlaləsi, Ləkit 7 kilsə kompleksi. Bunların hamısını planlı şəkildə həqiqi standartlar tətbiq etməklə, nizamlı şəkildə, təbiətə toxunmadan, incitmədən, yəni səssiz, küysüz, yalnız insanlara yəni xidmət etmək, o cümlədən insanların bilavasitə özləri tərəfindən təbiətin qorunmasına nail olmaq. Yəni Milli Parkın əsas məqsədi budur. Zəngin bioloji müxtəlifliyə malik olan rayonumuzda, yəni bilirsiniz, mən özümü qoruq işinə həsr edən adamım, yəni qoruq adamım. Təbiət Qoruq insanız. işi də belə bir şeydir ki, biraz təəssüf var içimdə qoruğun Milli Park olmasına, amma əsla bu demək deyil ki, Milli Park statusu alandan sonra hər yerinə adam insan gedə biləcəkdir. O özək adlandırdığımız mütləq müasir rejimin tətbiq, ciddi müasir rejimin tətbiq olunduğu ərazilər olacaqdır ki, orada Azərbaycanın hələ də qırmızı kitabında adları olan nadir və nəsli kəsilmək təhlükəsində olan növlərimizin bərpası üçün biz çalışacağıq. O cümlədən tamamilə nəsli kəsilmiş növlərimizin orada bərpa olması üçün müəyyən tədbirlər həyata keçiriləcəkdir. Çox böyük təşəkkür bildirmək istəyirəm Heydər Əliyev Fonduna, Adliyə İctimai Birliyinə, Bəş Təbiət Fonduna, o cümlədən bizim nazirliyimizə, Ekologiya Təhlükəsizlik Nazirliyinə ki, bu istiqamətdə artıq bir çox işlər görülmüşdür. O cümlədən ceyranların reintroduksiyası misal göstərə bilərəm. Gözari keçilərinin reintroduksiyası artıq başlamışdır. Bir çox balıq növlərinin müəyyən su hövzələrində bərpası və s. Bunlardan da başqa vaxtilə Azərbaycanda əzəli mövcud olmuş, sonradan nəsli tamamilə kəsilmiş, təbii ki, insan fəaliyyəti nəticəsində nəsli tamamilə kəsilmiş növlərin yenidən bərpa olması, Azərbaycanda həqiqi safari parklarının, həqiqi turisti biz çağırmaqla yox, turist özü can ata bilən, insanlar özü can ata bilən milli parkların, safari parklarının olmasını biz çalışacağıq ki, nail olaq. Rayonumuzun iqlim imkanları, deyək ki, zəngin ekosistemləri, iqlim tiplərinin mövcud olduğu demək istəyirəm. Çox zəngin ekosistemlərimiz var ki, bu da növ zənginliyinə, biomüxtəlifliyin növ zənginliyinə dəlalət edir və biz nəinki onun qədrini bilməliyik. O cümlədən və qoruğun da məqsədi bu idi. Qoruq bir ovuc yerdir. Yəni burada bu mövcud olan heyvanat aləmini qoruyub, artırıb, çoxaldıb digər ərazilərə çıxsın və insanların gözünü oxşasın. O cümlədən insanlar bundan istifadə edəsin. Necə ki, Avropada, Afrikada, yəni müxtəlif dünyanın bu sahədə irəliləmiş ölkələrində bu mövcuddur. İstəyirik ki, Azərbaycanımızda da olsun. İstəyirik belə heyvandan baxıb, qapıdan, pəncərədən boylanıb, çüyüləri, maralları həyətlərinizdə görəsiniz, küçələrinizdə görəsiniz. Quşlar gəlsin, gözünüzü oxşasın həyat bacamızda. Nəinki Qaxdan getmişik, nəinki bölgəmizdə. Mən bunu Bakı şəhərində də istəyirəm. Bütün Abşeronda, Azərbaycanda, Qobustanı istəyirəm zəngin görürüm. Orada nəinki bizim ceyranımız, bezuarımız, vaxtilə mövcud olan bütün heyvan növlərinin orada bərpa edilməsini istəyirəm. Yəni tək mən istəmirəm, ekologlar arasıdır, biologlar arasıdır. Körpəmiz qonağımız ən böyüyümüzdür də. Hə, eynən. İmkan versə davam edəcəyik. Elə? Məclisin şahı həmişə körpədir. Deyir, yəni, mən olan yerdə mənə fikir vermir heç kəs. Sən məcbur var. Can. Təbiətlə, təkcə təbiətdə işləmək yox. Təbiətlə yaşamaq lazımdır, onu hiss eləmək lazımdır. Gözəldir. Hiss etmək, ondan zövq almaq demək deyil. Ağrısını, acısını da,
baş verə biləcək hadisələri, baş verə biləcək, yəni ancaq bu təbii fəlakətdən olan yox. Ümumiyyətlə biz hələ də antropogen təsirlərə məruz qalmış təbiəti olan bir ölkəyik. Elə ölkə var ki, onlarda antropogen təsir deyə bir şey yoxdur. Sənaye təsiri ola bilər, digər müəyyən təsirlər ola bilər, bəlkə də kənardan təsirlər daha çoxdur. Ancaq insan tərəfindən bilavasitə insanın təsiri olan, brakonyerlik olsun, meşəyə nəfsini salmaq olsun və yaxud da ki, adi bir həyat bacalardan çıxan tüstüyə diqqət edin. Oturmuşuq, təmiz hava alırıq. Təxminən bir 100-150 metr dağa qalxsaz görəcəksiniz ki, göm-göy tüstünün içindəyik. Halbuki belə baxanda gözünə oxşuyur ki, nə gözəl təbiətdə oturmuşuq. Tüstünün içindəyik. Sən yandırmırsan, qonşun yandırır. Nə bilim, qohumun yandırır. Bunları biz deməkdən, sadalamaqdan yorulmuşuq. Amma bu tək təbliğatla görünür ki, tək təbliğatla, misal üçün, Almanya olmazdı. Polşanın təbiəti bu qədər zəngin olmazdı. Varşava dünyanın ən təmiz şəhəri olmazdı. Praqada, misal üçün. Mütləq və mütləq inzibatçılığı olmalıdır. Bu inzibatçılığı biz özümüz yalvarırıq, gəlin bizi cərimə edin, gəlin bizə cəza kəsin ki, biz bunu edirik. Tüstü də qalxır, bilmirsən, sən nə olub bir balaca şey yandırmışam da. Daha demir ki, bu bitki qalıqlardır, müəyyən xəzəldir, yarpaqdır, filandır, beşməkandır. O cümlədən əlimizə keçən hər hansı bir məişət tullantıları olsun. Bunların üzərinə o qədər ağır maddələr çökür ki, atmosferdən il ərzində də. O cümlədən kanserogen maddələrdir, ağır metallardır, yəni rak əmələ gətirən maddələr. Və bu maddələrin yandırdıqda, biz təzədən bu ocaqları yandırdıqda, bu zibillikləri yandırdıqda bu tüstü qalxır, təzədən ciyərlərimizi oxur, yaxınlarımızın, doğmalarımızın, əhalimizin sağlamlığına bilavasitə təsir edir, yəni mənfi təsir edir. Çox təəssüf hissi ilə deyirəm ki, ən elementar bir şeydir, biz bunun öhdəsindən gələ bilmirik. Hər kəsdə bir balaca məsuliyyət olsa ki, bəs mən təbiət üçün nə edirəm? Eynən. Yəni, nə etməməliyəm ən azından, etməyimizi istəmirik, ən azından etməməyimizi istəyirik ki, nə olar içimsən bir energetik içkinin bankasıdır və yaxud da ki, bir şüşədir, sigaretin kötüyüdür və yaxud da istifadə olunmuş bir dəsmaldır və yaxud da ki, bir salfetkadır, polietilendir, bunu təbiətə atmayın. Yəni, çox ağırdır. Bu turizmə açılmaq o demək deyil ki, daha sən gəlib burada hər şey edə bilərsən. Eynən. Bu qədər müddət, misal üçün, qoruqlarımız var ki, 100 ildir ərazisi bağlıdır insan üzünə. Axı biz bunu istəyib bağlamırıq, bunu hökumət istəyib bağlamır. Bunun adı dövlət təbiət qoruğudur. Yəni, ata-babamızın deyə, mənim deyə, sənin deyə bir şey, bu dövlətindir. Dövlət buna himayədarlıq edir ki, bu bərpa olsun. Buradakı heyvanat aləmdə, meşələr də, dağlar da, təbiət də özünə gəlsin ki, buralar aşınmasın, eroziyaya uğramasın, mal-qaranın tapdağında və yaxud da ki, insanların münasibətsizliyi səbəbindən istismar görməsin. Amma nəyə görə biz 21-ci əsrdə bizdə hələ də qoruqlar var? Qoruqların olmanın bilavasitə səbəbi bizim insanımızdır. Kimdən qoruyuruq biz? Nəyə görə qoruyuruq? Nə üçün qoruyuruq? Əgər bizim münasibətimiz təbiətə, övladımıza qədər olsa, bacımıza, anamıza kimi münasibət bəsləsək biz təbiətə, qoruğa nə ehtiyac var, nə qoruqçuya ehtiyac var, nə qoruq işinə ehtiyac var, nə mühafizə işinə ehtiyac var, nə əli silahlı yeyə ehtiyac var. Yəni, bunların heç birisi olmaz, heç cərimə də yazılmaz insanlara. İnsan başa düşər ki, bu təbiət bilavasitə bizi qoruyur, bizi yaşadan təbiətdir. Ekoloji durum normal sayılan, yəni ekoloji cəhətdən sağlam, yəni kafi qiymətləndirilən dövlətlərin ərazisi 50%-ədək, 45-50%-ədək meşə ilə örtülü ərazilərdir. Azərbaycan isə əfsuslar olsun 12% meşə fondu var. Hələ bu da meşə ilə örtülü ərazi demək deyil. Nə qədər meşə fondumuz var ki bizim, deyirlər ki, ayı çoxdur, canavar çoxdur. Yəni, nə qədərdir çoxdur? Nə qədər meşə fondumuz var ki, onun içində nə qədər ayı olsun, canavar olsun. Bəli, ayı artıq çoxalıbdır ki, görürük, gözlə görünür. Görəndə sevinirik. Görəndə sevinmək əvəzinə deyirik ki, belə filan beşmişəm. Kimin mal-qarasına hücum çəkir ayı, mən əminliklə bilirəm ki, o mal-qara səllim şəkildə dağa dərəyə gedir. Meşəyə gedir, meşə fonduna gedir və orada ayının hücumuna məruz qalır. Ayı oturub gözləmir.
Sadəcə o ayının yem bazasına insanlar toxunmasa, təbiətdə palıd ağacları kəsilməsə, fıstıq ağacları kəsilməsə, əzgil, yemişan, zoğal, alça və s. çox olsa, bolluq olsa, təbii ki, ayı sənin təsərrüfatına dəyməyəcək. O cümlədən canavar sənin qoyunçuluq təsərrüfatına niyə deyil? Çöllərimizdən ceyranın hamısını məhv edən sən deyilsən insan. Dağlarımızda cüydü maralın, yəni onların hamısını qırmızı kitaba salan biz deyilik. Bəs onların yemi olmayanda, yem bazası az olanda, təbii ki, insan təsərrüfatlarına ziyan vuracaqlar da. Bu cür kimi fəsadları xaricdə yaşamırlar. Onlar əksinə çalışırlar, bəli, canavar çox olsa yaxşıdır. Çünki maral o qədər artıb ki, marallar meşələrə ziyan vurur. Keçən dəfə ilə bağlı çox maraqlı bir film çəkib, şoka düşmüşdüm. Bəli, Yellowstone misal göstərmək olar, qoruyublar. Canavarların hamısını istiliblat ediblər. İndi orayla bağlı danışırdılar, maralların sayı. Hamısını qırdılar ki, bu ziyan vurur, təsərrüfata ziyan vurur. Sonra baxıb gördülər maralların populyasiyası o qədər artdı ki da cavan meşə yoxdur. Meşənin ardı gəlmir, yeni nəsil meşə gəlmir və bu da böyük bir fəlakətdir. 14 dənə canavardan böyük bir populyasiya düzəltdilər. İndi elə stabilləşib. Bizim çox yaxın dostumuz, həmkarımız var. İqor Vişnyov. Azərbaycanın təbiət güşələrinin, deyək ki, qorunan ərazilərinin çox mükəmməl şəkildə Adliyə İctimai Birliyinin dəstəyi ilə, şəxsən Leyla xanım Əliyevanın dəstəyi ilə filmlərini çəkib. Göygöl Milli Parkı barədə, Şirvan, Şahdağ, Qızılağac, Ağgöl və s. Hal-hazırda da çalışıb və onu mən izlədikcə görürəm ki, Çernobyldan bir filmlər çəkib. Yəni, baxmayaraq ki, bugün də orada çox yüksək səviyyədə radiasiya təhlükəsi var, təbiət özünü bərpa edib. Elə bərpa edib. Nəinki təbiət bitkidən getmişdir, heyvanat aləmi. Orada olan zuburların, orada olan hətta kulanların, orada olan gətirilmiş bir növləri də kulanlar deyək. Pıjevayski atları daha doğrusu. Orada olan cüyürlərin, donuzların, hətta ayı və canavarların populyasiyası elə tənzimləyib bir-birinə. Yəni, heç nə yoxa çıxarmır təbiətdə. Sadəcə biz insan, bizim nə dərəcədə şuur altı, biz təsəvvür edə bilmirik. Bizdə hələ də yəqin ki, o deviz işləyir ki, insan təbiətin şahıdır da, çevirib sarıdır. Bu hələ də işləyir ki, biz elə bilirik ki, hər şey insan üçün yaradılır, hər şey insanın rifahı üçündür. Yəni, biz də bu təbiətin bir elementi, sadəcə bizə zəka dilə bir heyvanlardan daha üstün zəka verildiyi üçün biz bugün texnologiyaların sahibi olmuşuq, bugün bu qədər inkişaf eləmişik. Ona görə biz yəni, bu istiqamətdə də çalışmalıyıq. Bilirəm, nəyin gücünə, təkcə təhsilin, təkcə təbliğatın gücünə görürük ki, bunun öhdəsindən gələ bilmirik. Mən cərimələrin əleyhinəyim, heç kimin balasının ruhisi kəsilib cərimə pulu keçilsin istəmirəm, əsla istəmirəm bunu, amma görürəm ki, insanlar ölürlər cərimə ödəmək üçün. Ki, gəlsinlər bizi hər addımda cərimə edəsinlər, yəni bu ekoloqlar cərimə edəsin. Bugünə kimi heç kimin tüstüsünə görə qapısını döyən olmuyor. Amma dillə deyilsən, bunu yenə də edirlər. Görsən, hələ kobud da qayırırlar sənə. Bugünə kimi deyirsən ki, yaşıllıqdır da, hətta bir qurumuş bir butaq üzərində deyirəm ki, bəli, mütəxəssis başa düşər ki, o quru butaq da olsa onun üzərində bəlkə bir hansısa bir nadir növ kəpənəyin bəlkə toxumları var. Yəni bu çox təəssüf hissi ilə deyirəm ki, biz əməlli başlı geridə qalırıq. Ekoloji şuur məsələsində, ekoloji mədəniyyətin formalaşması məsələsində biz həqiqətən də istədiyimiz, arzu olunan səviyyədə döyülük. Bax, nə zaman ki bizdə bu problem olmayacaq, yəni ekoloji təhsilin son məhsulu olan ekoloji mədəniyyətin, yüksək ekoloji mədəniyyətə, ekoloji etikaya biz malik olanda artıq həqiqətən nə qoruqlara, heç milli parklara da ehtiyac olmayacaq. Təbiət özü gələcək sizin evinizə, özü səsləyəcək, insanlar da gedib layiqincə o təbiətdə istirahət edəcək, təbiətdən istifadə edəcək, onun məhsullarından da bəhrələnəcək və təbiət də zəngin olacaq, ona başqa heç nə lazım deyil, heç nə verməyim, heç nə dəyməyim, nə də istəmir. Ay, sağ olun. Gözəldiniz. Allah sizə ömür versin. Siz sağ olun. Allah sizi bu təbiətə, bu elə obaya çox görməsin. Çox minnətdaram. Sizinlə yenidən gözəl yollara getmək ümidi ilə. Ən çox da Morana gölünə. Hələ də arzum olaraq qalır. Morana gölü biraz sərhədin üstü olduğu üçün biraz ora icazələrin alınması biraz müşküldür. Amma gələcəkdən deyim, milli park olandan sonra biz
o istiqamətdə də marşrutlar edə bilərik İnşallah. və çox güman ki də olacaqdır inşallah. İnşallah. Sizin də iştirakınızla olacaq. İnşallah. Çox sağ olun qonaqpərvərliyiniz üçün də. Yeni bir günə oyandıq və bugün toydu. Toya qədər biraz vaxtımız var demişkən ananı Ramrama şəlaləsinə gətirim dedim. Çox sevirəm, istəyirəm biraz Azərbaycanı görsün, ömrünü mətbəxə həsr eləyib və bu dağları, bu gözəlliyi gördükcə bir heyranlıqdadır ki, gəl görəsən. Mən də çox sevinəm, mən də çox xoşbəxtəm ki, o da öz vətənini bu şəkildə tanıyır. Biraz yol getməkdən qorxur deyənə evdən çıxmamasının səbəbi hər zaman o olur. Amma bugün biraz mərdanə davranır. İlisu şəlaləsində Ramramada 2012-ci ildə olmuşum. Biz bu yolu əslində onda piyada getmişdik. Piyada getmək daha gözəldir. Təbiəti hiss eləmək lazımdır. Ayaq torpağa dəyməlidir, bu daşa dəyməlidir. Asfaltda gəzməkdənsə dağda, təbiətdə gəzmək insana daha canına, orqanizminə xeyirlidir. Nəyə xüsusi vurğulamaq istəyirəm? Bunu ona görə çəkirəm buradan. Bura gəldiyinizdə, İlisu kəndinin yuxarısına gəldiyinizdə burada vazlar var və bu vazlar sizi əgər ki gəzməyinizdə bir problem varsa, sizi tamamilə Ramrama şəlaləsinə kimi aparacaq. Amma bunu vurğulamaq istədiyim məqam ayrıdır ki, təkcə Ramrama üçün deyil də, Sarıbaş kəndinə getmək istəsəniz ki, Sarıbaş kəndinin olduqca önəmli bir yeri var, olduqca önəmli bir gözəlliyi var, lakin yolu çox bərbaddır. Hazırda bir neçə ildir bütün davamız, bütün mübarizəmiz Sarıbaş kəndinin yolunun düzəldilməsi ilə bağlıdır ki, o kəndə gediş-gəliş düzəlsin, insanlar kəndlərini tərk etməsinlər, kənddə yaşayış dayanmasın, çünki füsunkar bir kənddir, o cür kəndlər tərk edilməməlidir, yaşanılmalıdır, lakin insanları da qınamaq olmur, çünki yol yoxdur və yol dayananda, yol bərbad olanda insanların həyatı da ümumi həyatdan kəsilmiş olur və bütün mübarizə sadəcə hazırda həmin yolların düzəldilməsinədir. Lakin siz çox şəkildə, dəhşət şəkildə Sarıbaşa getmək istəsəniz, buraya gələ bilərsiniz, İlisu kəndinin yuxarısında vazlarla Sarıbaşa da gedə bilərsiniz və İlisu qoruğunun içərisində Hamamdərə deyilən bir yer var, dünən bu haqda danışmışdım. Orada termal sular var. Siz bu vazlarla müəyyən bir maşın gedən hissəyə gedirsiniz. Ondan sonra da hardasa bir 100-200 metr piyada getməlisiniz. Bu təcrübəni sınayın deyirəm. Ehtiyac olarsa burada videonun altında Azərçin müəllimin nömrəsini yazacağım və əgər hər hansı bir probleminiz olarsa qoruğa getməklə bağlı bugün sabah milli park olunacaq və milli park statusunda daha rahatdır. Bilet alırsınız və rahat istifadə edirsiniz. Lakin lütfən hər birinizdən bir vətəndaş kimi xahişimiz odur ki, milli parka çevrildikdən sonra və yaxud çevrilmədə getdiyiniz hər bir yerdə özünüzdən sonra zibillərinizi yığışdırın. Təbiətdə sizin arxanızca, hər birimizin arxamızca zibili yığışdıran heç bir şey yoxdur. Lakin atdığımız hər bir çöp, hər bir kağız, hər bir zibil isə təbiətə ziyandan başqa heç bir şey vəd etmir. Ona görə də özümüzdən sonra zibillərimizi də yığışdırmağı unutmayaq, təbiətə ziyan verməyək, təbiətin bizə bəxş etdiyi sevgi müqabilində biz də ona o sevgini, o işığı verək ki, qarşılıqlı sevgi və gözəllik şəraitində vətənimiz də qorunsun və dünyaya, kainata gözəl enerji və gözəl bir sevgilər yayılmış olsun. Məndən bu qədər maarifpərvər məlumatlar bu qədər. Yolumuz şəlalədir. Və burada mətbəx adı eşidildi. Bir dənə ağsaqqal bizim söhbətimizə qulaq asırdı. Dedi ki, gəlin bir dənə maxara eləyin, bir dənə çay için sonra gedin. Pay Atona Ema xanım mətbəxin adını eşidən kimi şəlaləni qurban verdim. Maxara nə deməkdir? Maxara yanır, biz bildiyimiz bilinç. Hər bu həyatda bir şeylə yaşayır. İradə təbiətlə, anası mətbəxinə. Bu arada ağsaqqal dayı təzə açıb yerini, Samra İlisu da bu şəlaləyə qalxan yerdə yeni açıb. Çox şirin bir yeri var.
gələndə gəlin deyin. Girəcəkdə bir qəşəng ya da girəcəkdə ya çıxanda yiyin, gedin. Adı bilirsiniz, nəyinə gedir? Bu qadını şəlalədən ancaq mətbəx ayıra bilərdi. Yəni hazırlaşırıq vaza minməyə. Maxara səbəti onu oğurladım. mən gələ təəccüblənməyəydim. Çalandı. Salam, hoş geldin. Mümkün deyil də, yəni şəlalə falan. Harda mətbəx söhbəti var, Ema xanım orada. Orada yumurtalar. Hazırdır. Xəmir hazırdır, hə? Bak, birinci yumurtalar açıldı. Ben de onları hamısını bakıp öğrenmişim ha. Bu bakıp öğrenmişim. Size öğretmem önce. Yani sizin olmasa ben eləyəsiydim bunu. Size göre Bıçaq verib qırmalı. bıçak. Yo, narahat olma. Yok, bıçak mı? Biz əslində maxaranı hazırlaşdıq Zaqatala eləməyə. Zaqatalada qonaq gedəcəyik. Əli ilə eləyib, sağ ol, əli ilə eləyib, qırıb tökür. Çox nurani insansınız, maşallah. Dayının bir oğlu 2-ci müharibədə, hə? Vətən müharibəsinə. 2-ci ildə, yox, 2-ci ildə şəhid olub, səhər-səhərdə qırmızı kənddə. Hə, müharibədə. Yumurtalar Yumurtadır. əlavə elədim. Çıxıb eləyib, daha Bu gördüm. nədir? Adın nədir? Turan. Turan, bu nədir? Bu pesokdur. Üç yumurtaya nə qədər? Bunu çalıram. Bunu çağırdı. Duz sal, duz. Biraz duz salacaq. Biraz tuz kadar olmasın. Şəkər sonra üstündən. Şeker sonra. Ya al. bəkmər. Aa, deyil, Azərçi müəllim burada bilir də. Vay Azər, sen beni tanımadın. Niyə tanımıram ki? Sen evin o Yo, makiyanı bəsləyəcək. ben kendi töküp Keçmişdə düzbaşı bizim olmuşam değil mi? düzbaşımız olubdu. Meşədə. Ben de hayatta yarammışım. Hamısını Hə, böyle taxta kimi eləyib. çox qabiliyyətli bir sənətkar idi. Maşallah. Ben Motokla PSD'yim, ben PSD'yim. Bilirəm, hə. Elə. Hər işin bir Şimdi başlanğıcı. göreyim bu oğlum da işsizdir, ben de bir destek vereyim diye. Ha, olabilir. Köməkli eləyim. Turizmdə. Çox oldu duz. Göydü. Həri. Bıçakla göydü oradan. Heç nə olmaz. Ben ona kim qaytarıyam? Görəyəm, söhbət ilə ben de kulak asıyam, böyle sözlər. Yiyəcəm. Üç yumurtaya nə qədər şəkər tökürsən, Turan? Həvəsliyəm yəni. Sağ olsun, deyir, oradan lazım deyir. Gəldim saat 12'də gələcək. Ya, biz başlama, bugün başlayacağız. Başlama, saat 12'də başlama. Ben de o şeyleri səhərdən aldım. Qismətimə baxdı. Ema xanımın özü. Azərbaycanın məşhur futbol görözü hazırlayır maxaranı. Deməli, Bu en güzel çəkiliş olacaq. Çox təbiidir həqiqətən. bax bu nöqtənin sifəsidir. On belə eləyək də az çökəcək şəkər. Çünki tavada eləyəndə daha çox töküyor. Sən Sacda amma yapışa bilərdi. sən necə məsləhət bilirsən, elə də elə günə. Deməli yumurta ilə şəkər çalınır. Hə, Turan, necə mikserlə işləmirsiniz? Burada mikseri Mən sizə söz verirəm. Gələn səfər gələndə mən sizə mikser alıb hədiyyə gətirəcəm. Hökumət qadın. Əlavə elə, şəkər azdır. Başqa nə problemləriniz varsa, xahiş edirəm. Özümüzü incidirik. Sarıbaşa traktor lazımdır deyin, müraciət eləsin. Sonra Sarıbaşa yol lazımdır. Azərçin məni gətirər. Biz gələndə bura Şabalı üçün. Bəli, mən bura sizə mikser gətirəcəm. Biz də şabaltı yığıb ağzı İşinizi qoyacaq. asanlaşdırın. Mən öz həyatımda şabaltı var. Bununla yığıb mən verəcəm. İnşallah. Ay maşallah. Biz Şabaldım da düzəldi. Başlayıq abi. biraz əlavə edək. O ölçü ilə eləyək. İstəsən bizə daha. Necə məsləhəti? Bura mən qarışmıram. Öz bilinçikimə qarışa bilərəm, müdaxilə eləyə bilərəm. Allah xeyr. Gəl əslində köçək bir kəndə. Hə. Kənd həyatı 2-ci epizodda biz də başlayaq. Belə hər gün belə mən sənə hər dəfə onu deyirəm də, belə ocaqda, Mən Allah təbiətdə. qoysa gəlirəm. Azərçingildə o bisetka, o şüşəli var, orada Hazırlayın. hazırlayacağıq. Bir maxara hazırlayacağıq və bir blinçik hazırlayacağıq. Yesinlər, dadına baxsınlar, qiymət versinlər. Əslində maxara blinçlə fərqi cəhəti ondan ibarətdir ki, maxara quyruq yağında hazırlanmalıdır. Hamısı təbii edir. Heç nə mən biraz belə şeyləri dərinləşdirmirəm Turan. Mənim bəzi izləyicilərimdən fərqli olaraq hər şeyə fikir verirlər. Bir stakan. Deməli burada 3 yumurta var. Hə. Biraz duz,
Çay Şeker. kaşığı dolu olmayan şeker getdi. Şekeri sonra 2 stakan. Bak bu 3. stakan geldi. Həyatın işi bax budur. Mən həmişə onu deyirəm ki, biz bir şey planlayırıq, Allah bizə daha gözəl nəsib edir. Biz Hara planlayırdıq. gedirdik? Biz planlayırdıq maxaranı zaqatal yeməyə. Dilbər xala hazırlayacaq. Yeməkdə İnşallah da olacaq. Amma Bişəcək də, yeyəcək. yox, şəlaləyə gedəcəyik mütləq. Və bunun unun miqdarı nə tər sən ayarlayırsan İndi sonra? onu edəcəyik Aha. tezdən, amma sonra baxacağıq. Əgər duru olsa tezdən əlavə edəcəyik. Özümüz. 2 stakan və belə deyim, məndə evdə deməli bu stakan var. Mən evdə ölçərəm. Əgər kiməsə maraqlı olsa sənin videoya baxandan sonra belə deyək. Bilsinlər ki, Hər şey bizim. Ay Allah, quşların səsinə bax. bax Allah qoysa sizin işiniz çox olacaq. Maxaranın sayı çox olmalıdır. Və sizin qollarınız ağrımasın deyənə, yəni ki, burada işləyən xanımların mikser bu işi yüngülləşdirir. Həm də məsələn Kəndi qızılmış, özə yaxşı. Bizə çay vermirsiniz? Bəs necə məsləhətdir? o samavara baxa-baxa qaldım. Buraya gəlsə dəmir çay dəmləyəcəm mən. Azərcin darıxmırsınız ki. Çaydan bitkilər, sos bitkilərini istəyən çox özü dəmir. Yığmışıq tək-tək. Bizə kim bitki təklif edirsə bitki çayı. Tartış yox, müəddəlmiş yəni. Müəddəlmiş. 2019-cu ildə Çanaxur yaylağına getmişdik. Azərçi müəllim bizə orada 10 dənə otdan bir dənə qəşəng çay hazırlamışdı. İndi kim bizim üçün, sizin üçün bitki çay hazırlayacağım. Deyirəm ki, aha, görə o dadıb qaytaracaqmı, qaytarmayacaqmı? Boz müəddəlsin də var, çay mı? Qayıtdıq bura. Məncə yaxşıdır, hə? Əslində qalanda mənim blinçikimin xəmirin kıvamıdır. Sadəcə olaraq deməli maxarada Turan, bu xəmirə bitki yağı qatmırsınız, değil mi? Bitki yağı yox. Bitki yağı sağışda tezdir. Hə. Amma mən blinçiki hazır eləyəndə bitki yağı əlavə edirəm. Ümumiyyətlə bitki yağını blinçikə niyə əlavə eləyirlər ki, blinçiki yəni yeyiləndə problem deyil. Amma içli qoyanda o blinçik qırılmamalıdır. Yəni bu eksprompt oldu deyənə, abadok yox, önlü yox. Çok ama onu diyeyim ki çok hoşuma geldi. Pi ilə yağlayırıq. Bəli. Deməli maxaranın özəlliyi deməli duru yağ yox, Bəli. quyruq olmalıdır. Bunda bir maraqlı bax belə baxın görün necə belə doluyublar. Hadi kızım göreyim seni. Gör. Görüm bu işi bacarsan bacarmazsan. Aha. Pıs. Ha, yayıldı. Beh. Bu əsl maxara oldu. Və mən hamısını özüm əvvəldən axıra qədər özüm eləyəcəm. Mətbəxdə bir insan olar. Bayaq Azərsin dedi ki, əsl maxarada belə dəlilə O olmalıdır. bir növ günəşi xatırladır. Ya Azərçi müəllim, məncə o günəşi Bu biraz xatırladır. Ona qızarsın. görə. Cüzi qızarsın. Maxara tarixində ilk kəs Ema xanımın Vallahi çok bir çox gözəl. Birinci dəfə Duru olmuşsa saçaqlar. birinci dəfə Günəş bunu bunu edirsiniz. Bu cür alınması özü çox belə. Hadi, o bizə nədən oldu? Duru olmadı. Duru oldu deyə saçaqlar çox aldı. Saçağın çox olması yaxşı. Bayağı ne güzeldi. Bayağı 2 ayda indi güneş oldu. Hadi kızım göreyim seni. Elə biləm, mən qaynanayam, sən mənim gəlinimsən. Görüm necə bişirirsən. Elədir da. Tam Sən, qızarmayıb da ona görə. sən bunu çox həmişə belə sənə maraqlı gəldi ki, maxara nə olan şeydir. Necə hazırlanır, axırda Mən özün bunu hazır. bir dəfə soyuq halda yemişəm. Çox bəyənmişdim. Amma mənə maraqlıydı bu və mən indi bunu Məncə çevirirəm. çevir, hə.
Mən bunu blinçik kimi özüm öz əlimlə də. Ellərin yanmasın. Yox. Ay, Yok yok o elini yandı. Elde tez. Zayıftı. Zəifdir. hə. Ayak yaxşı idi. Bunu özüm yeyəcəm. Eybi yoxdur. Ben gaz balonu var. Ve buradan götürülüyor. Ne koyacağım? Evet. Ama sinirden olsa hazır. Gaz balonu var. Qəşəng. Əllərinə sağlıq. O top olanda eyni temp olur. Dadlı çayımız gəldi. Bura nə qatdınız siz? Kəkli yoxdur. Bir çaydır, bir de bitki çayı var. Hazır bitki. Bütün otlar qarışıq olan. Aha. O marketten götürüyor. Ama kək yoxdur, buranın kəki yoxdur. İlusun. Amma biz Çanaqurda marketdən falan bitki Yox, götürməmişik. çox yerində yığmışıq. Nə qatmışdınız ora sən Allah? Necə dadlı çaydı? Alt çəmənlikləri ümumiyyətlə zəngindir də. Bitki örtüyünün ən zəngin olan biotopları alt çəmənlikləridir. Ay, çox sağ ol Turan. Biz səhv eləmirəmsə orada Nəfə. alt bənövşələri var idi. Şələ mürəbbəsi. İki növ alt bənövşəsi var idi, kəkli yotu açmışdı. O cümlədən gülünbahar, hətta o pendirə vuran bizim çiçəyimiz var. Qəşəng telekiya deyirlər. O da açmışdı, təzə-təzə açırdı. Onun da ləçəklərini salmış. Düzdür, tam qarışıq eləməzlər. Çoxlu belə çəmən bitkilərindən bəziləri xoşlayır elə. Hər çiçəyi qatır bir-birinə və deyirlər ki, qarışıq bitkilərdir, amma adətən kəkli yotunu ayrıca içmək lazımdır. Kökə çiçəyindən ayrıca içmək lazımdır. Məsəl üçün belə yarpız, dağ yarpızı, dağ nanəsi, onlardan istifadə edirik. Məsəl üçün axar-baxara biz gedəndə oranın gilə mərzisi var. Oranın kəkli yotusu var da, onu dəmləyirik. İndi inşallah Milli Park olsun, təkrar getmək nəsib olsun. Hə, inşallah. İnşallah, gözəl yerlərdir. Xaznada olmamışıq. Bizim Xazna bizim, xəzinəmizdə. inşallah. Gördüm, göstərdi şəkilləri. Xazna Getmək borcu olsun. Çox gözəl təbiəti olan bir yerdir. Ağçay dərəsindədir Xazna dağı. İnşallah müəyyən hissələrinə turist marşrutları olacaqdır İlüsü Milli Parkının. Orada da hər mövsümün öz dadı var, öz gözəlliyi var. İnşallah İnşallah gedərik. qismət olur. İnşallah, nuş olsun. Gəl. Ana gəl çay iç. Gəlirəm. Mən beləyəm də. Prosesə Nəzarət. nə? Ye görə necədir? Əla, bu da yeyirəm. Mürəbbiyə baxın. Mürəbbəyə batır ye. Allah haqqı ilə yeyirəm. Adətən maxara bəxməzlə, yəni doşabla və balla yeyilir və onun da xəmirinə ona görə şəkər az qoyulur. Nuş olsun. Çox sağ ol. Elə bu mövsüm. Xaricdən üstündə həm məlum idi, o vaxt o sarı köşməsi olan İlüsünün məşhur Ramramay şəlaləsinə gəldi. İndi gəlməyə rahatdır, maşınlar var. Ramramay biraz quruluş struktur baxımından elə biraz da mucuğa oxşuyur. Kaskadlıdır, axır tökülür. Daha çılğın insanlar burada çimir. Xaricilər də çox güman. Gözəl vətənim. Azərçin müəllim, buranın bu bilicisi kimi hər sualı özünə verməyə lazımdır. Ramramay şəlaləsinin mənbəyi hansı çaydan gəlir? Ramramay şəlaləsi Yarpuzbasan dağından başlayır. Kiçik bulaqlardır. Aha. Bizim dağlarımızda belə bulaqlar çoxdur. Aha. Bol sulu dağlardır. Yığıla-yığıla gəlir, təxminən bir 2000 metrə qədər məsafədən gəlir və belə vertikal bir qayadan süzülür, bu şəlalə formasında tökülür. Əsas qaynaqlanır yağış sularından və buzdaqların sularından. Bu daimi buzdaqlar olmasa da qış mövsümündə yığılan qardan, buzdan mənbəsini götürür və get-gedə suyu arta-arta elə illər olur ki, qış mövsümündə güclü şaxtalar olanda tamamilə donur başına kimi. Yəni suyun donmasından getir söhbət. Şəlalənin bu suyu necə görürsünüzsə, o formada böyük bir şam ağacına oxşuyur. Donmuş belə formada dibində çox nəhəng bir buzdaqlar olur. Amma hər il olmur da.
Sərt qışlarda olur. Sərt qışlarda olur. Hə. Güclü şaxtalar olanda, bol qar, sular olanda. O bayraq nədir? Bayraq Azərbaycan bayrağıdır. Bildim. Oraya niyə taxıblar? Taxıblar da. Taxıblar. Peki oraya necə çıxıblar? Bayrağa olan hörmətdir. Bu tərəfdən çıxmaq olur. Üstünə gəlmək olur. Düzdür. Biraz təhlükəlidir amma bu sağ tərəfinə orasından ekstremal bir cığır var. O cığırdan çıxıb o bayrağı hər il təzəlik gəlir. Buraların əsas heyvanat aləmi, meşə ayı, sonra biz burada nə görə bilərik, yəni siz görmüsünüz. Görə bilərsiniz, yəni bizim dağ meşələrimiz maralla, cümürlə zəngindir. Yaban donuzları var. Tülküdür. Dağ keçiləri burada həm köpkər yaşayır. Çox ecazkar bir heyvan köpkər deyirsiniz Qarapaşa. O cümlədən Şərqi Qafqaz turları. Onların da meşəlikdə yaşayan, meşə biotoplarında yaşayanlar var. Onlar da bəzən buralardan daş buraxırlar, düşür. Daşları tökürlər. Baxırsan ki, oradan keçi keçdi ki, onda namdan daş töküldü. Maraqlı. Görsəydik yaxşı olardı. Yəni biraz sakitçilik və səbir lazımdır onlara oturub görmək üçün. Bəli. Qoruq ərazilərində daha asandır bunu görmək. Çünki onlar orada daha sərbəst özlərini hiss edirlər və müdaxilələr az olduğundan onlar daha çox fon edirlər orada. Yəni gözlə görmək, müşahidə etmək güzel mümkündür. Amma belə turist adamlarla gələn yerdə hələ ki bizdən qorxurlar. Bizim insanlar, bəli, bizim heyvanlarımız insandan qorxurlar. Onları düşmən kimi görürlər, təhlükə kimi hiss edirlər. Amma biz münasibətimizi dəyişsək təbiətdə də, heyvanlara da təbii ki, onları niyə də izləməyək? Buralarda günü durmalıdır, bu saat köklərləri görməliyik. Amma bunları deyirəm, bura Bakıdan uşaqları gətirsələr, məktəbli Gətirirlər məncə, uşaqları. İlüsüyə Gətirirlər gətirirlər. uşaqları. Olur, ekskursiyaya gəlirlər. Çox maraqlı olar, çox. Ümumiyyətlə mən 2017-ci ildən təbiətdəyəm də. Bu hər fəsli, hər mövsümü təbiətdə yaşamışım. Dazəşi müəllim daha çox olub. Mən gəldiyim qənaət odur ki, coğrafiya ilə biologiya dərsini təbiətdə keçməyə lazımdır. Yəni biraz onu məktəbdə, biraz da çox canlı şəkildə kitablarda oxuduğumuz bitkilər ki, dağda görürük, adını bilmirik. Bunları təbiətdə öyrənmək. Uşağın hafizəsi də daha yaxşı olar. Ekoloji Təbii Sərvətlər Nazirliyinin bu strukturları var, Qoruqlar Milli Parklar. Onların fəaliyyətinin bir istiqamətli ekoloji təbliğat. O cümlədən orta məktəblərdə və ali məktəblərdə hətta ekoloji dərsləri, yəni biz onları qoruq dərsləri deyirik. O dərslərin həyata keçirilməsidir ki, orada bizim bildiyimiz dərsliklərdə, dərs vəsaitlərində olmayan məlumatları, təbiətdə real gördüyümüz, aparılan elmi tədqiqatlar barəsində, təbiətdə gedən proseslərin öyrənilməsi necə gedirsə, orada əldə etdiyimiz məlumatları biz uşaqlara çatdırırıq. Daha çox ekoloji maarifləndirmə istiqamətində və bioloji müxtəlifliyin Azərbaycanda olan da, ölkəmizdə olan bioloji müxtəlifliyin təbliğatı ilə, tanıtımı ilə bağlıdır bu apardığımız dərslər. Əla. Yorulmayasınız bu yolda. Çox sağ olun. Hər şeyə görə çox sağ olun. Xoşdur. Kənddə bəzi yerlər var, Azərçin müəllim. Onları göstərmək çox zəruri bildi. Tarixi İlüsu Sultanlığı olub ki, sultanlıq haqqında yəqin ki məlumatınız var. Çox gözəl bir dövlətçi yol olmuş, yəni feodal dövlətlərdən, feodalizm dövrü dövlətlərimizdən biri olub və burada 4 İlüsu Sultanının məzarı yerləşdiyi bir qəbristanlığa gəldik, onu sizə göstərmək istəyirik. Neçə sultanın qəbri var burada? Baxarıq indi dəqiq. İndi dəqiqləşdirərik. Mən burada heç vaxt olmamışam, çox maraqlıdır. Əslində problem də odur. Yəni biz gəlirik, ya şəlalə görürük ancaq, ya oturub yeyib içib qayıdırıq. Və yaxud uzağı istirahət mərkəzinin birində bir çay içərik. Amma tarixi bilmirik ki, burada nə var. Məsələn, siz dediniz, mən bildim ki, aha, deməsəm burada 4 İlüsu Sultanının qəbri buradadır. Çox bu 300 il təxminən. Eynən bir bayağı bir dövlətçilikdir. Və bu çox böyük bir problemdir. Yəni bilməmək, tarixi bir şeydə, bir yerdə məsəl üçün bir tablo qoymaq olar ki, irəli qəbristanlıqda 4 İlüsu Sultanının qəbri oradadır. Gedin ziyarət edin. Məni zaten onsuz da dahi Şirvanşah Fərrux Həsarın qəbrinin o vəziyyətdə hələ olması Cabanı kəndində o mənə hələ çox yandırır, amma deyib qutara bilmirik. Qaydaq bura. Maraqlı yazısı var burada. Bax, Əli Sultandır. Əli Sultan. Əli Sultanın məzarıdır. Maraqlı yazıları var burada. Məhəmməd xan. Yusuf Sultanlarından bunun məzarıdır. Xəlil bəyin, Xəlil Sultanın məzarıdır.
Vaxtilə bunları Məşədi xanım oxuyur. Ancaq oxusa ya Məşədi xanım oxuyacaq, Allah rəhmət eləsin Məşədi xanım Nemətovaya, ya da ki oxusa Həbbə xanım oxuya bilər. Allah onun canı sağ eləsin, yaşayan etnoqraf alimimizdir. Başqa da heç bir şey. Elə bilsən ki, tarix elmini, tarixi abidələrimizi qoymuşuq bir Allahın ümidinə, amma belə olmur da. Təəssüf ki, olmur. Yəni tariximizdən yapışmalıyıq, tariximizdən bərk tutmalıyıq. Biz Dehli'də ki gördük Elgiyen Sərkinin türbəsi. Mən bir dəfə gəldim, Bibiyə danışdım, bir də Papaya ki, mən dünən sizə danışır, söhbət elədim. Deməli, sultanlıq özü yoxdur, dağıntılıdır. Bax, sultanlığı belədir. Amma məzarlı türbəsi, elə bilərsən ki, kişini dünən dəfn eləyiblər. Və onda mənim bacım dedi ki, onu Allah qoruyur. Amma onlara qulluq eləyən var. Siz oldunuz Qiyasəddin Tuğlabad. Dehlidə Firuzabad var, sonra Tuğlaqabad var. Çox möhtəşəm bir şəhərin qalıqlarıdır. Bu da Əhməd xanın məzarıdır. Bunu oxuyub yazıblar, hə? Ya Kirilcə ki, cəmaət bilsin. Daniel bəy hardadır? Daniel bəy İlisu sonuncu sultan olubdu İlisunun. O mühacirətdə İstanbulda dəfn olunur. Aha. İstanbulda indi çoxdur gedib ziyarət edənlər. Azərbaycanın ilk generalı oldu. Və çox zəfər qələbələri ilə yadda qalan bir sultan olubdu İlisu sultanı və Şeyx Şamilin deyək ki, həm qohumu olub, həm də silahdaşı olub. Yəni birgə Qafqaz müharibəsi dövründə silahdaşlıq edib, müridlərindən olubdu və Qafqaz xalqlarının istiqlal mübarizəsində İlisu sultanının və sultanlığın öz dəsti xətti olubdu, öz mübarizə yolu olub və 1844-cü ilə qədər mübarizə aparıb. 1844-də artıq İlisu növbəti dəfə işğal olundu və yerlə yeksan olunub və bir qismi dağlara çəkilib Dağıstan ərazisinə və sonralar İlisu sultanı Şeyx Şamillə bildiyiniz kimi mühacirət ediblər Türkiyəyə və Şeyx Şamil Mədinədə dəfn olunubdu, amma sultan ailəsi çox böyük hörmətlə qarşılanıb İstanbulda, yəni Osmanlı sultanlarının qonağı olub ömrünün sonuna qədər. Səhv etmirəmsə 1863-cü ildə rəhmətə gedib, dünyasını dəyişib və İstanbulda da dəfn ediblər. Ruhu şad olsun. Buradan İlisuya gözəl bir mənzərə açılır. Bu gördüyünüz kralın üzərində qalaça deyirlər. Aha. Şeyx Şamil'e olan hörmətindən İlisular onun Şamil qalası da deyirlər. Küçük bir qalaçadır, bürç qaladır və xəbərdar edici. Yəni həm Qax istiqamətindən, həm Dağıstan istiqamətindən iki tərəfdən gələn bu dərələrin hamısını nəzarət edib bir-birinə siqnal ötürən bir keşikçi qalası olur. İlisunun girişindəki o Ulu Körpünü gördünüz. Ulu Körpü, yəni, o Ulu Körpü istiqamətində çox ağır döyüşlər gedib. Yəni çox məharətlə, çox şücaətlə İlisular vuruşub müqavimət göstərib General Şvarsın qoşunlarına qarşı və nəhayət onlar işğal edə biliblər İlisunu. Bəli, çox təəssüf ki, biraz laqeydlik var bizim tariximizə. Əli Sultanın məzarı, Əli Sultan xəyanət nəticəsində Sarıbaş kəndində qətlə yetirilib. Gürcü qoşunları, Gürcü çarının qoşunları bir xəyanət nəticəsində onlara yol göstəriblər. Gürcü qoşun dağı var. O dağın adını elə adlandırıblar. Orada Gürcülərin qoşunu oradan enib, qəfildən namaz üstündə olan cəmaatı qətl edib, Əli Sultanın da başını kəsib aparıblar çara. Təbii ki, İlisullar bunun qisasını almayıb deyil. Elə Gürcü çarını da, yəni onların bir neçə dəfə İlisulların Gürcüstana yürüşü olur. İlisu sultanlarının zəfərləri tək Azərbaycan daxilində olmuyor. O cümlədən bir neçə dəfə Qarabağ, Şamaxı istiqamətində, o cümlədən İrəvan xanının, misal üçün, onların bir-birinə qohumluq əlaqələri olub, tarixi müqavilələri olub, bir-birinə dəstəyi olub, kömək olub, hər hansı bir yağı düşmən baş qaldıranda onlar bir-birinə dəstək olublar və qeyd etdiyim kimi Şeyx Şamilin gəlini Qazı Məhəmmədin yoldaşı İlisu Sultanı, Daniel Sultanın qızı Kəramət və ömrünün sonunu Kaluqada mühacirətdə olublar, sürgündə olublar.
Sultan ailəsinə olan yüksək hörmətdən Çar Rusiya çarı o dövrdə izin verib ki, Kərəmət Bikənin nəşi İlsu torpaqlarına gətirilsin və yaxın qohumluğu olan Şəki xanlığının ərazisində məzarlığına dəfn edilib. Kaluqadan gətirib Şəki torpağında dəfn ediblər Kərəmət xanımı. Bizim tariximiz danışdıqca yadda qalır, oxuduqca müəyyən şeyləri çox sağ olsunlar ki, tarixçilərimiz var ki, araşdırırlar, müəyyən arxivlərə gedirlər və dərsliklərdə olmayan bir məlumatlardır. Amma olmalıdır dərslikdə Daha bu. siz qeyd etdiyiniz kimi baxılmasa, yəni ev-eşik də uçub Bəli, tökülür. əlbət ki. Ona Baxılmalı. görə də biraz hörmətlə, tariximizə hörmət. Mənə elə gəlir ki, bunun üstündə qəşəng bir türbəmi, navismi Türbələr var əslində. Sadə hazırdır. olduğu yerli memarlıqdır. Sadəcə Sadəcə olaraq bunu qaydaya salmaq lazım. Navisin altına Çox salmaq sayda ki, qalalarımız, qala qalıqları var. Məsələn, onlara bir əl gəzdirirsə, onların qədri bilirsə. bax mən orada da görürəm ki, qədimi məzarlar var. Yəni 7 ki, kilsə abidəsi var da, qədim Alban abidəsidir. Möhtəşəm. Ləkitdə, çox gözəl, çox möhtəşəm. Orada sonradan o məbədin, dairəvi məbədin ətrafında kilsələr də tikilib. Məsələn, o monastır kompleksinə sözün həqiqi mənasında hər ev deyilir də, heç nə lazım deyil. Sadəcə o uçub tökülən divarlardan içini təmizləmək lazımdır ki, o qum məbədinə, bazilikaya oldu siz. Bəli, Qum məbədinə kim içinə daxil olmaq olsun, o yerin səlbəndini düzəltmək olar, bir marşrut Olar, düzəltmək bəli. olar, koldan kosdan təmizləmək olar. Bunu düzdür. Deyirlər ki, bu tarixi abidədir, bunu siz öz başına eləyə bilməzsiniz. Hətta Kölnə də siz öz başına deyə bilməzsiniz. Bunu Mədəniyyət Nazirliyi eləməlidir. Eləsin də artıq. Eləsin Yəni, artıq, artıq yəni. eləsin ki, turizmin inkişafı, regionların iqtisadi inkişafından İnanın ki, söhbət gedir. xaricləri bax bura da gətirsələr, xaricləri bazilikaya da aparsalar, quma ki, belə bir tikinti qalıbdır. Yəni mən nəyə görə Türkiyəyə gedəndə, Türkiyədə məsələn Bursada Süleyman Sultanın oğlunun türbəsi, onun o birinci yoldaşının türbəsi, görün o qəbristanlığa girirsən məzarlığa. Olmursuz Bursada onlarda. Yox olmaz. Oy, Ayərçin bilirsiniz Bu arada nədir? söhbət Muradiyyə külliyəsindən Siz gedir. Allah qoysa ora gedin. Orada neçə dənə külliyədir? Muradiyyə külliyəsi türbələrdən ibarət. Elə deyirlər. Və Erkən Osmanlı sultanlarının onun ətrafında nə qədər sarayın nəzdində kim işləyib, vəzir mi, nə, hamısı orada dəfn olunur, amma qorunur. qorunur, çox Belə bir gözəl. məlumat var ki, Qum bazilikasının Aha. bütün hətta ölçüləri ilə arxitekturası necədirsə, onun elə bir ki, kserokopiyasını aparıb Norveç krallığında inşa ediblər. Orada düzdür, hər şey şüşə altında deyir, belə çox mükəmməl qorunur. Mən də onu deyirəm də. Bizdə də əl gəzdiriblər. Şükür olsun ki, heç olmasa o Yo, vəziyyətində mən çox saxlayıblar. bəyəndim. Amma Ləkid abidələrinə gərək xüsusi münasibət artıq Ləkid möhtəşəmdir, yəni. Gecikir, bəli. Yəni gedən turistə də yolu mütləq bərpa olunmalıdır, bir texnika getməlidir, biraz yaxına gedə bilməlidir. Turistlər hamısı dağçı olmurlar axı. Doğru. Yaşlı pensioner Məsələn, insanlar. mənim Onlar nə- da tarixi görməli. Mənim nə yaşamalı. həddimə, amma Akropoldə, Yunanistanda Akropoli büyünə qədər o dağıntını qoruyurlar. O da qismət olub. İradənin hesabını oranı görmüşəm. Və sən durursan məktəbdə, tarix dərsində keçdiyin, o gördüyün şəklini görürsən. Elə, amma onu qoruyurlar. Qoruyub saxlayırlar. Və biz niyə qorumayaq? Biz Azərbaycanlılar. İnşallah deyək. İnşallah bəli, Və edərik. dərin bir nəfəs çəkək. Tarixi abidələrə, o cümlədən təbiət abidələrinə olan hörmət elə millətimizin özünə, ölkəmizin özünə. Allah dövlətimizin sizdən özünə. razı olsun Doğru, ki, gözəldiniz. olan hörmət. siz bizi bu gün bura gətirdiniz. İndi iradə yəqin görüb, mən bilmirəm. Buranı ilk dəfə də Yaxşı görürəm. ki, İlk dəfə gəlirik. Bura ilk dəfə Azərbaycan, gəldim, siz qəbristan. bu cür məlumatı bilib çatdırırsınız. Mənə çox xoşdur. Allah sizin canınızı sağ eləsin. Amin. Sağ olun. Və mənə elə gəlir ki, mən iradənin yerində olsam bir nə qəşəng tur təşkil eləyərəm. Artıq qatar var. İstəyirlər, vaxtım yoxdur. Mən sənə kömək eləyərəm. Yaş. Və uşaqlara, hardasa 13-14 yaşda olanlara heç olmasa 2 günlük telefondan ayrılsınlar və görsünlər ki, necə bir şey var və bəlkə də bizim Turizm Nazirliyi görər, maraqlanır, buraları təmizləyər. Yəni bunu mənə elə gəlir ki, bir dənə Aqradaya götürsələr, mühasibə, yəni ki, Olar inşallah. İnşallah olar. Burada indi gedərik İlsuya Ulu Cami məscidini ziyarət edərik. Orada da ali ruhanilərin məzarları var, görəcəksiniz. Çox böyük hörmətlə bu dinə münasibəti olub, İlsu dinin mərkəzi olub. Qafqazlara demək olar ki, buradan yayılıb.
çox sadə mədrəsə. Bu indi neçənci əsrin məzarlığıdır? Təxminən 15-18-ci, 19-cu əsrlərdir. Və indi Dörd bunlar əsr. faktiki elə bir ki günbəzdir də. Elə Günbəz biraz- yəni faktiki deyəndə elədir. Milli memarlıqdır, yerli memarlığın nümunəsindədir. İlk sultan deməli Adıköklü bəy olub. Adıköklü sultan birinci Şah Təhmasibin təsdiqi ilə, yəni il sultanlığı təsdiq olunub. Növbəti sultanlar da daha doğrusu o titulu təbii ki eyni ailədən, bu sultan ailələrindən olublar və gah Rus çarı təsdiq edilib, onların imperiya vasalları, gah deməli Osmanlı imperiyasının, Osmanlı sultanlarının təsdiqi ilə 300 ildən artıq bir müddətdə il sultanlığı mövcud olub. Dünyada olan 5 sultanlıqdan biridir. Ulu Camiyə gəldik. İlson Ulu Camisi Əli Sultan dövründə inşa olundu. Sarıbaş məscidi o da Oxşuyur, hə, Əli Sultan tərəfindən inşa edildi və bizim Ulu məscidimizdən 15-16 il öncə tikildi. O bərpa olunan. Bərpa olunub, çox bərbad vəziyyətdə, çox sağ olsun. Qəşəng onu tikiblər həqiqətən. Həm ibadət yeridir, həm də turistlər üçün, turistlərin gözünə oxşur. Yerli arxitektura ilə qəşəng memarlıq abidəsi kimi həm o məscid, həm o məscid. Gözəldir, hə. Buna biraz əl gəzdirmək lazımdır məncə. Ümumiyyətlə, daim əl gəzdir. Mütləq qayğı Əl lazımdır. gəzdirir, bir Hə. 50 ilə qoyan şey deyil. Bu arkadaşlar görürsünüz, Ali Ruhanilərin məsələləri. Ali ruhanilərin. Dinin mərkəzi olur, mədrəsələr çox olur, məktəblər olur və bu dinin Qafqaz xalqlarına yayılmasında Elçinin mühüm yeri olur. Buradan din alimləri, axundlar, mollalar Qafqazlara gedərək dinin yayılmasında önəmli rol olur. İçəri keçə bilirik? Keçməm. Bu kitabəsidir, hə? Üstdə kitabəsi də qalıb. Hə, orada da bir dənəsi var, burada da bir dənə kitabəsi var. Bir dənə kitabə yuxarıdadır. Bismillahirrahmanirrahim. Nə gözəldir. İçərisini düzəldiblər amma. İçəri təmir olunmuş vəziyyətdədir. Lakin çöldən baya bir təmirə məncə ehtiyacı var. Hətta burada divarlarda nəmişlikdir. Amma tam belə bir tarixi məscidimiz olması baxımından gözəl burada bir ab-hava var. Çox gözəldir. Həm də içəri çöl istidir, amma içəri buz kimidir. Maşallah. Belə bir rəvayət var ki, deyirlər bu məscidi inşa edəndə sultan çağırıb bu bölgənin ən mahir ustalarını və deyiblər ki, bəs məscidlərimiz var, hər məhəllənin öz məscidi var, amma bir böyük bir ulu cami inşa etməyə və bunun artıq müəyyən olunub ki, yəni bunun deyək ki, planı budur, arxitektorlar artıq deyək ki, bunu təqdim edəndən sonra deyiblər ki, bəs ustaları dəvət edin, tiksinlər. Gördüyünüz kimi 4 dənə küncü var. Yəni 4 küncünə, hərəsinə bir ustaya həvalə ediblər və bunların içində çox qabiliyyətli, mahir usta olub və çox sayda ustalardan bu cavan bir ustaya həvalə ediblər və deyiblər ki, bu cavanlı keçsin arxadakı bu tini bu hörsün. İndi hamı gəlib baxır, ümumiyyətlə bu rəvayətdən sonra doğrudan da baxırsan ki, elə bir ki, kimisə həyətinə düşübdür olmağa. Həmin o cavan ustanın tikdiyi tin, yəni o qədər biraz da məsuliyyətli olubdur ki, yəni o ustalarla ayaqlaşmalıyam, mənə bunu etibar ediblər. O qədər məharətlə tikibdir, qeyd edirlər, xüsusi qeyd edirlər ki, ən gözəl, yəni tin, həmən ki, Məsoqtin, hə? Bu tinli, deyirlər ki, ən gözəl, ən mükəmməl, ən simmetriyə, hər şeyə
yüksək səviyyədə məsuliyyətlə tikilmiş tinin bu tərəfdir. Çöldən baxanda daha yaxşı görünür. İçərisində düzdür belə işlənibdir, təmir edirəm. Amma çöldə təmiz çay daşından nədən istifadə ediblərsə, yəni bu tikinti yerli çay daşından, materialından, göy çay daşından istifadə ediblər. Onu nə dərəcədə məsuliyyətlə tikib, hörüb bunu. Ümumiyyətlə, İlsu ustalarının məharətindən, yəni bu tarixi abidələr özü danışır. İlsuda olan, bugünə qorunub saxlanılan qalalar, Ulu Körpünün özü, yəni göstərir ki, həqiqətən də burada məharətli insanlar yaşayıblar hər sahədə, olsun hərb sahəsində, olsun tikinti sahəsində, o cümlədən bayaq qeyd etdim, İlsunun çox sayda elm adamları var, dövlət xadimləri olub, 200-dən yuxarı elm sahəsində müəyyən səviyyəyə ucalan İlsullar var ki, bunlar da İlsunun tarixində xüsusi yeri var. Yəni, çox fəxarətlə onları qeyd edir ki, İlsu bir alimlər yurdudur. Maşallah, maşallah. Çox sağ olun. Bizim isə burada səfərimiz bitir. Bugün axşam artıq indi günorta qaydırıq daxa. Axşam qəşəng toyumuz var. Toyu çəkməyə zərurət bilmirəm. Sabah yolumuz Əziz Zaqatalayadır. Gözünüz kanalda olsun. Zaqatala vlogu ayrıca olacaq. Təbiəti sevin, Azərbaycanı gəzin. Bunun üçün hər cür şərait var. Maşınınız yoxsa dəmir yolundan istifadə edə bilərsiniz. Gecə qatarları ilə Qaxa gələ bilərsiniz, Şəkiyə gələ bilərsiniz, Zaqatala, Balakənə kimi gedə bilərsiniz. Sürətli qatarlarla ta artıq Qazaxa kimi gedə bilərsiniz. Səfər edin, tam da yaydır. Öz pulumuz öz vətənimizdə qalsın. Əgər dünya bahadırsa, xaric bahadırsa, o zaman elə öz vətənimizdə istirahət etməli, öz vətənimizin həm iqtisadiyyatına xeyir verməli, həm də vətənimizi görməyə dəyər. Hər bir şey bir yana vətənimizi görməyə dəyər. Çünki Azərbaycan çox gözəldir. Görüşmək ümidi ilə.